Sual olunur ki, iş yerində namaz qılmağa icazə vermirlərsə, zöhr və əsr namazını qışda necə etmək olar, qəzaya düşməsin? Bu kimi hallarda belə deyək ki, əgər şəxsi bir yerdirsə, şəxsin özünün mülküdürsə, bu halda bəli, onun icazəsi şərtdir. Belə halda da yəni namazı qəzaya verə bilməzsiniz, yəni məsələn, istirahət vaxtı çıxıb başqa bir yerdə qılmalısınız. Əgər heç cür belə deyək ki, icazə verilmirsə, daim namazların qəzaya getməsinə səbəb olursa, məsələn, orada işləmək də hər halda doğru olmaz. Çünki insan icazəli deyil ki, bilərəkdən namazlarını qəzaya versin. Yəni, elə bir şərait olmalıdır ki, elə bir yer seçilməlidir ki, namazlarını vaxtında qıla bilsin. Amma belə ümumi, belə deyək ki, dövlət obyektidirsə, orada belə deyək ki, orada səlahiyyətdə olan hər hansı bir şəxs, hər hansı bir otaq varsa, otağın məsul şəxsi kimdirsə, həmən şəxsin icazəsi